Salam əziz izləyicilər. Bugün mən sizə penoplastin növlərindən, sıxlıq növlərindən və daş yunu haqqında qısaca məlumat verəcəyim. Gördüyünüz kimi penoplast sıxlıqları 8 sıxlıqdan başlayır. Hal-hazırda Azərbaycanda 32 sıxlığa kimi gedir. Əsasən 8, 10, 14, 16 və 20 sıxlıqlar evlərdə ara kəsmələrə, şver altına, mansarda, mərtəbə arasına istifadə etmək olar. Məqsəd isti və soyuğu qorumaqdır, evdə normal temperatur yaratmaqdır. Bu da deməkdir ki, siz istilik və elektrik enerjisinə kifayət qədər qənaət edilmiş olursunuz. Əgər bu penoplastlardan istifadə olunarsa, bir daha deyirəm, 8, 10, 14 və 20 sıxlıqlar. Bunlardan istifadə etməklə istilik enerjilərinə qənaət edə bilərsiniz. Bakı bildiyimiz kimi yarımadadır, nəmişlik şəhəridir. Məsləhət olar ki, daha çox Bakı şəhərində penoplastdan istifadə olunsun. Çünki penoplast nəmişlikdən qorxmur, nəmişliyə qarşıdır. Nəmişliyə qarşı olduğu üçün də keyfiyyətlidir. Keyfiyyəti artırma nəm olan yerlərə adətən 10 sıxlıqdan yuxarı vurulması məsləhətdir. Daha doğru dürüst ola, düzgün müqaviləsi olar. Bunu da nəzərə alıb mansardda, döşəmələrdə, ara kəsmələrdə qalınlığı 5 santimdən yuxarı vurulması məsləhətdir. Çünki onda daha çox effekti olur. Deyək ki, 100% istilik enerjisinə nəzarətdə əgər istifadə eləsəniz, yüzdə hardasa 40% sizin üçün sərfəlidir. Yəni 40% qənaət etmiş olarsınız. Yuxarı sıxlıqlara gəldiksə isə 28-30, 30-32 sıxlıqlardır, 26 sıxlıq, 24 sıxlıq. Bunlar da əsasən döşəmələrdə, fasadlarda istifadə olunur. Qalınlığından asılı olaraq istifadə edə bilərsiniz fasadlarda və döşəmələrdə. İsti polda əsasən bunlardan hazırlanır. İstilik enerjisini saxlamaq qabiliyyəti güclüdür, əks tərəfə buraxmır. Çəki ağır olduğu üçün, məsələn 32 sıxlıq kifayət qədər bərkdir, göz barmaq sıxdıqdan 200 də olsa qalır, amma əsasən sıxılmır, yəni bütöv olanda. Üstündə yəni ağır yüklə də hərəkət eləmək olur, heç bir problemi yoxdur. Altdan gələn, yəni döşəmənin altından gələn soyuğu üst tərəfə vermir. O cümlədən nəmişliyi üst tərəfə buraxmır. Həmçinin fasadlarda da çöldə olan nəmişliyi içəri buraxmır. Penoplastin bir üstün cəhəti var ki, səs saxlama qabiliyyəti də var. Müəyyən dərəcədə səslərin qarşısını alır. Kənar səslərin qarşısını alır. Bir növ evi akustik formada saxlamaq qabiliyyətlə malikdir. Düzdür, tam olmasa da qismən malikdir. İstilik üçün nəzərdə tutulan penoplastlar əsasən 5 santimdən yuxarı olmağı məsləhətdir, olsa daha yaxşı olar. Döşəmə və fasad üçün penoplastlar 20 sıxlıqdan yuxarı, yəni 24, 26, 28, 30, 32 sıxlıqlardan istifadə olunması daha çox məsləhətdir. Döşəmələr də adətən 30-32, yəni ən aşağı 28 sıxlıq vurmaq məsləhətdir. Həm nəmişliyin qarşısını alır, həm içərinin temperaturunu normal saxlayır və onu əks tərəfə buraxır. Bakı şəhərinin bir daha deyirəm, nəmişlik olduğu üçün nəmişliyə görə faydalıdır. Yəni nəmişlikdən qorxmur, nəmişliyin qarşısını alır. Bunların ölçüləri 2'lik də var, 3'lük də var, 5'lik də var, 4'lük də var. Yəni istədiyiniz ölçüdə və kəsimdə, istədiyiniz sıxlıqda sifariş verə bilərsiniz. Sifarişlər əvvəlcədən verilir, sifarişlər qəbul olunur və müştərinin zövqünə uyğun kəsilib doğranılır.
istədiyi ölçünü təqdim edə bilirik. Nəmişliyə qarşı ikilik, üçlük vurulanda nəmişliyin qarşısını alır. Nəmişliyin qarşısını almaq demək, kifin qarşısını almaq deməkdir. Kifin də qarşısını almaq demək də insan orqanizmi üçün faydalıdır, xəstəliklərdən uzaq olmaqdır. Bununla bərabər bizdə daş yunlar da var. Texniki korunmalılardır. Kobalt daş yunundan tutmuş, hamısına demək olar ki var. Daş yunlarda adətən ara kəsmələrə, döşəmə və tavana istifadə olunur. Fasad üçün onlar da penoplast xüsusiyyətlərinə malikdir. Yəni sıxlıq baxımından. Sıxlığı yuxarı olanlar, 100 sıxlıqdan yuxarı olanlar fasadlarda istifadə olunur. Çöl fasadda istifadə olunur. Döşəmədə istifadə olunur. Sıxlığı yuxarı olduğu üçün möhkəm olur. Və üstünə setka çəkilərək suvaq vurulur, çöl tərəfdən vurulanda. Eyni zamanda içərdən də vurulanda həmən setka çəkilməlidir və suvanır. Özün probka şurupları da var. Şurup deyəndə daha çox probkalar da var. Daşınması, istifadəsi rahatdır. Bu da istilik enerjisini saxlamaq qabiliyyətinə malikdir, səsi müəyyən qədər saxlamaq qabiliyyətinə malikdir. Belə, yəni istədiyiniz sıxlıqda, istədiyiniz ölçüdə, ölçü standart adətən, istədiyiniz sıxlıqda sifariş verə bilərsiniz. Gördüyünüz kimi, bu gördüyünüz məhsul görürsünüz, penoplast dənərciklərdir. Yəni bu formadan keçir bu formaya. Penoplast dənərciklərdir. Adətən xanımlarımızın istifadə elədiyi bir məhsuldur. Nədə istifadə olunur? Əsasən güllərin dibin boşalmasında, müəyyən deyək ki, oyuncaqların yığılmasında, içi doldurulur, yüngül və rahatdır. Güllərin dibinə çökəndə torpağı boş saxlayır, yumuşaq saxlayır. Sulanmasında faydalıdır. Daha az su ilə çox iş görmək olur. Bu məhsullarda bizdən əldə edə bilərsiniz. Nömrələrimizi sizin üçün xatırladıram. 050 506 3850 nömrəsinə istədiyiniz vaxtı zəng vura bilərsiniz. Xatırladıram ki, həmən nömrədə WhatsApp-ı da var, Facebook, Instagram və YouTube səhifəsi də var. Oradan da girib məlumat əldə edə bilərsiniz daha ətraflı. Bu barədə biz sizə daha ətraflı məlumatları yaxın gələcəkdə də verəcəyik. Zaman-zaman canlı yayımlar da açacağıq. Kimin nə sual olsa, kimin nə maraqlandırırsa nömrələrimizdən əlaqə saxlaya bilər. Bir daha nömrəmi deyirəm, 050 506 3850. Günün istənilən saatında, vaxtında zəng vurub soruşa bilərsiniz. Sizi maraqlandıran suallara ətraflı cavab verərik. Daha ətraflı nə öyrənmək istəsəniz izoliyasiya aid köməklik eləməyə çalışarıq. Əlimizdən nə gəlirsə edərik. Xatırladıram ki, mallarımızdan müəyyən qədər sayı olanda çatdırılma pulsuzdur. Ünvanlara da çatdıra bilirik. Və bir daha nömrəmi qeyd edirəm, 050 506 38 50. İzləmədə qalın ki, endirimlərimizdən də yararlanın. Sağ olun, inşallah yaxın müddətdə görüşərik bir daha. İzlədiyiniz üçün təşəkkür edirəm.